İmam Əhməd rahimehullah bu mövzudan sonra qiblə əhlindən böyük günah sahibləri barədə danışır və onları 3 hissəyə ayırır. O kəslər ki, böyük günah sahibidir və etdikləri günahdan tövbə ediblər və o günah üzərində israr etməyiblər və Allaha bu cür qovuşublar. Yəni, əslində böyük günah sahibidir, lakin tövbə ediblər. Bu bir. İkinci qisim, o insanlardır ki, böyük günah sahiblərdirlər və onlara etdikləri günahın hədd cəzası tətbiq olunub bu dünyada. Və Allaha bu cür qovuşublar. Bu iki. Və üçüncüsü, o kəslərdir ki, onlar böyük günah sahiblərdirlər. Bu dünyada onlara o günahın hədd cəzası tətbiq olunmuyub və günahlarından tövbə etməyiblər, bu halda qovuşublar Allaha. Bu 3 insanın halı necə olacaq? Yəni, mövzu böyük günah sahiblərinin axirətdəki Allah dərgahındakı halları. Və böyük günah sahibləri kimlərdir? Ümumiyyətlə, günahlar 2 hissəyə bölünür. Var kiçik günahlar, var böyük günahlar. Və biz böyük günahları kiçik günahlardan necə ayırırıq? O günahlar ki, o asiliklər ki, o asiliklər barədə hədd cəzası təyin edilib. Quran və sünnədə. Məsələn, oğrudur, oğrunun hədd cəzası var. Əlinin kəsilməsi. وَالسَّارِقُ وَالسَّارِقَةُ فَقْدَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللّٰهِ. Allahdan bir cəza olaraq oğru kişi və qadının əllərini kəsin. Düzdürmü? Deməli, oğurluq barədə şəriət hədd cəzası təyin edib etməyib? Təyin edib. Deməli, bu dəlildir ki, oğurluq nədir? Böyük günahdır. Zinə üçün təyin edib, şərab içmək üçün təyin edib və bu kimi. O günahlar barəsində ki, hədd cəzası təyin edilib, bu dəlildir ki, həmin günah böyük günah sayılır. Həmçinin o günahlar barədə ki, cəhənnəm əzabı gəlib, Allahın lənəti, Allahın qəzəbi və bu kimi əlamətlər gəlib, onlar dəlildir ki, həmin günahlar böyük günahlardır. Və bəzi alimlər böyük günahları bu cür dəlillər ilə bir kitaba yığıblar. Və onlardan birisi İmam Zəhəbi rahimehullahın kitabı var. Kitabul Kəbair, böyük günahlar. Təxmini 80-dən artıq, 90-a yaxın böyük günah zikr edir. Və həmçinin Şeyx Muhammed ibn Abdülvahabın da bu barədə kitabı var. Böyük günahları toplayıb. Və İmam Əhməd rahimehullah deyir ki, وَمَنْ لَقِيَ اللّٰهِ بِذَنْبٍ يَجِبُ لَهُ بِهِ النَّارِ تَائِبًا غَيْرَ مُصِرٍّ عَلَيْهِ فَإِنَّ اللّٰهَ يَتُوبُ عَلَيْهِ وَيَقْبَلُ التَّوْبَ عَنْ عِبَادِهِ وَيَعْفُ عَنِ السَّيِّئَاتِ. O kəs ki, cəhənnəm odunu onun üzərinə vacib edəcək bir günah işləyib, cəhənnəm odunu ona vacib edəcək bir günah işləyib, lakin o günahdan tövbə edərək və o günah üzərində israr etmədən Rəbbinə qovuşubsa, Allah Azza və Cəllə onun tövbəsini qəbul edər. Çünki Allah öz qullarından tövbələri qəbul edəndir və günahları bağışlayandır. Və İmam Əhmədin gətirdiyi, qeyd elədiyi son cümlə Əş-Şura surəsi 25-ci ayədir. Allah Azza və Cəllə buyurur ki, وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُ عَنِ السَّيِّئَاتِ. Allah Azza və Cəllə öz qullarının tövbəsini qəbul edən və günahları bağışlayandır. Və başqa ayda Allah Azza və Cəllə buyurur ki, İnna Allaha yaghfiru zunuba cemi'a. Allah Azza ve Celle bütün günahları bağışlayandır. Ve Peygamber sallallahu aleyhi ve sellem buyurur ki, "Et-taibu minez-zenb kemen la zenbe leh." Ve alimler bu hadisi kaydı olarak zikredirler.
böyük günahlardan tövbə edənlər barəsində. Hədis nədir? Ət-taibu minəz-zənb kəmən la zənbələ. Asilikdən, günahdan tövbə edən o günahı işləməmiş kimidir. Lakin tövbə necə olmalıdır? Allah Azze ve Celle buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu tubu ilallahi tövbətən nəsuha. Ey iman edənlər, Allaha səmimi olaraq tövbə edin. Ona görə tövbənin şərtləri var. Hətta tövbə səmimi, nasuh tövbə olması üçün ən birinci və əsas şərt nədir? Qulun qəlbində olan peşmançılıq. Necə ki şükür, necə ki iman, həmçinin də tövbədə qəlb, dil və əməl bir yerdə olmalıdır. Hətta o tövbə nasuh tövbə olsun. Tövbənin qəlblə əlaqəsi nədir? Peşmançılıq. Yəni, tövbənin şərti budur ki, günahdan tövbə edən qul o asiliyə görə peşman olmalıdır. Bu tövbənin ən böyük şərtidir. Hətta tövbənin ruknudur. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm başqa hədisində buyurur ki, Ən-nədəm tövbə. Peşmançılıq tövbədir. Bu hansı hədisə oxşuyur? Əl-həccu ərəfə. Həc Arafadır. Məgər həc təkcə Arafadan ibarətdir? Yox. Lakin Allah Rasulü deyəndə ki, həc Arafadır, nəyi demək istəyir? Yəni, həc ibadətinin əsas sütunu nədir? Arafa. Ona görə Allah Rasulü buyurur ki, peşmançılıq tövbədir. Çünki tövbənin əsli budur. Lakin bu tövbə üçün kifayətdir, kifayət deyil. İkinci şərt nədir? Gərək qul dili ilə, o qəlbindəki peşmançılıq ki var, onu mütləq dilinə gətirməlidir. Və Allahdan o günahının bağışlanmasını diləməlidir, yalvarmalıdır. Və üçüncü əməl ki, əməli ilə də gərək o asiliyə qayıtmaya. Çünki nə qədər çox asili edənlər var, qəlblərində peşmançılıq hasil olur. Gedir, oğurluq edir, amma qəlbdə peşmançılıq var. İstəmədən ola bilsin edir. Hansısa ehtiyacdan dolayısı edir. Qəlbdə peşmançılıq var. Amma o peşmançılığı dilinə gətirməyib. O tövbə sayılır? Tövbə sayılmır. Tövbə üçün lazımdır ki, qul o peşmançılığı dilinə gətirsin. Və Allahdan o günahını, əffini diləsin. Və sual verilsə ki, birdən o asiliyə qayıtsa tezdən, bir müddətdən sonra, o tövbəsi pozulur ya yox? Doğru olan rəy budur ki, tövbəsi pozulmur. Nə mənada? Yəni, insan, məsələn, 10 il içib və sonra bir gün gəlib tövbə edib, tərk edib. 1 il, 2 il, 3 il tərk edib. Bu tövbə sayılır, sayılmır. Aha. Yəni, biz deyəndə ki, tövbə sayılır, yəni nə? Yəni, 10 il içdikləri silinir, əgər tövbəsi Allah qatında məqbul olursa, bəli. Birdən 3 ildən sonra içməyə başlasa, o asilikləri geri qayıtmır. Çünki o tövbə onu silib. Bu asilik üçün yeni tövbə lazımdır. Lakin Allah qorusun insanın sonluğundan qorxulur. Ki, insan asilik üzərində gedəcək, yoxsa tövbə üzərində. Doğru olan budur. Baxma ki, bunda ixtilaf olsa da. Həmçinin başqa bir sual. İnsan bir asilik edir, məsələn, həm içir, həm də siqaret çəkir. Hər ikisi də asilikdir. Birinə tövbə elədi. İçkiyə tövbə elədi. Amma çəkir. Davamlıdır. Yəni, digər günah üzərində davamiyyətlidir, amma digər günahdan tövbə edib. Bu biri günahın bu tövbəyə təsiri var, yoxsa təsiri yoxdur. Doğru olan budur ki, təsiri yoxdur. Ola bilsin qul, Allah qorusun, 5 böyük günaha mübtala olub,
hansısa birini tərk etməyə gücü çatır. Özündə əzm tapıb, birini tərk edib, ona tövbə edib. Biz deyirik ki, digər günahların bu tövbəyə adiyyəti yoxdur. Tövbə yerindədir. Və doğrusunu Allah bilir. Deməli, bu asilik edən insanların birinci qismidir. Hansıdır? Cəhənnəm əzabına haqq qazandıracaq bir asilik edib, tövbə edib, israr etməyib və bu halda Allah Azza və Cəlləyə qovuşub. Bu bir. Və ikincisi nədir? İkincisi budur ki, وَمَنْ لَقِيَهُ وَقَدْ اُقِيمَ عَلَيْهِ حَدُّ ذَٰلِكَ الذَّنْبِ فِي الدُّنْيَا فَهُوَ كَفَّارَتُهُ. O kəs ki, bir asilik edib, lakin bu dünyada həmin asiliyin hədd cəzası ona tətbiq olunub və bu cür Allaha qovuşub. Qayda budur ki, o günaha görə ona tətbiq olunan hədd cəzası o günahın kəfarəsidir. İmam Əhməd rahimehullah deyir ki, kəmə cəə fil xabar an Rasulillahi sallallahu aleyhi və səlləm. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən xəbərdə, hədisdə, əsərdə belə varid olur. Ona görə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, mən əsabə zənbən fəuqimə aleyhi haddu zəlikə zənb fəhuvə kəffəratuh. Kim bir asiliyə, günaha mübtala olsa və bu dünyada o günahın hədd cəzası ona tətbiq olunsa, bu hədd cəzası o günahın kəfarəsidir. Kəfarə yəni nə? Yəni təmizləyən. Və bu da ikinci qismdir. O kəslər ki, bir günaha mübtala olub, lakin bu dünyada ona hədd cəzası tətbiq olunub və bu cür Allaha qovuşub. Biz deyirik ki, ona tətbiq olunan hədd cəzası onun günahının kəfarəsidir. Çünki hədislərdə belə varid olub. Necə ki, sahabələrdən biri deyir ki, bir gün Allah Rasulü aleyhissalatu vesselam ilə məsciddə oturmuşduq. Bir qadın girdi məscidə və gəldi, yaxınlaşdı Allah Rasuluna və üzbəyüz durdu Allah Rasulü ilə və dedi ki, ey Allahın Rasulü, mən zina etmişəm. Mənə şəriətin cəzasını tətbiq et və məni təmizlə. Allah Rasulü aleyhissalatu vesselam rəhmətindən özünü eşitməməzliyə vurur. Üzünü çevirir. Və qadın deyir ki, ey Allahın Rasulü, və mən bu əməldən hamilə olmuşam. Allah Rasulü bəlkə gedər, gəlməz ümidi ilə deyir ki, ged, yükünü qoy. Hamiləlik bitəndən sonra gələrsən. Gedər, gəlməz ümidi ilə, rəhmətindən. Və uşağı doğan kimi sərsgün gəlir. Qucağında uşaqla. Deyir ki, ey Allahın Rasulü, mənə şəriətin cəzasını tətbiq et. Məni təmizlə. Və Allah Rasulü gedər, gəlməz ümidi ilə rəhmətindən deyir ki, ged uşağı əmizdir, süd ver. Gedir, bir neçə il. Uşaq böyüyüb. Hətta hədisi rəvayət edən sahabə deyir ki, axırda Allah Rasulunun yanına uşaq əlində, uşağın da əlində çörək. Bu cür gəlmişdi, uşaqla birlikdə. Və sonda Allah Rasulü ona istədiyi həddi tətbiq edir. Həmin qadını rəcm edirlər. Daşqalaq. Və sonra cənazəsini yumağı Allah Rasulü əmr edir, cənazəsini yuyurlar, kəfənləyirlər və Allah Rasulü sallallahu aleyhi və səlləm cənazəsini qılır. Təsəvvürlə. Yəni Allah Rasulunun duasına məzhər olan qadınlardandır. Baxma ki, o böyük günahı işləmişdi. Və sahabələr təəccüblənirlər. Deyirlər, ey Allahın Rasulü, biz onu
bayaq rəzm etdik, indi cənazə namazını qılırıq və onun üçün dua edirik. Özdə kim? Allah Rasulü aleyhissalatu vesselam cənazəsinin arxasında durub dua edir ki, Allahım onu bağışla, onu cənnətlik et. Və sahabələr təəccüblənəndə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allaha and olsun ki, o qadının tövbəsi bir ləfsdə gəlir ki, Mədinənin münafiqlərinə paylansaydı, bir ləfsdə gəlir 70 münafiqinə bəs edərdi. Həmin qadının tövbəsi Mədinə əhlinə paylansaydı, bəs eləyərdi. Bu cür tövbə ilə. Allah Azza və Cəllə rəhmətinə qovuşmuşdu. Və həmçinin burada bir məsələ də var. O da nədir? Əgər bir insana tətbiq olunan həcc cəzası qisas olsa, yəni bir insan kimisə öldürüb, bilə-bilə düşmənlik üzərində. Onun cəzası nədir? Ölüm. Əgər buna görə o öldürülsə, bu həcc cəzası onun asiliyinə kəfarədir ya yox. Bu məsələni niyə gətiriblər alimlər? Çünki bu məsələdə yəni haqq, hüquq 3 qismdir. Bir var Allah Azza və Cəlləyə xas olan hüquq, o tövbə ilə aradan gedir. Bir də var o öldürülən insanın yaxınları, onların da hüquqları nə ilə düşür? 3 şeydən biri ilə. Ya qisasla, ona qisas tətbiq olunursa, çünki öldürülənin yaxınları özləri seçirlər. Ya qisas istəyirlər, ya əddiyə, qan pulu, ya da ki, bağışlayırlar. Üçündən biri ilə o öldürülənin qohumlarının haqqı da düşür. Qalır öldürülənin haqqı. Axı bu onun haqqına girib axı, onu öldürüb. Nə çox da ki bu öldürülsə, qisas olaraq. Axı bunun həyatına son qoyub, onun haqqı itmir. Allah Azza və Cəllənin haqqı gedir tövbə ilə. Öldürülənin yaxınlarının haqqı gedir. Çünki haqq onlardadır. 3 şeydən birini tələb edirlər. Hansını desələr, onu həll olur. Amma qalır öldürülənin haqqı, o da qiyamət günü Allah Azza və Cəllə onların arasını barışdıracaq. Onların arasında sülh yaradacaq. Onların arasında olan müşkülü həll edəcək. Yəni xülasə budur ki, hətta bu məqamda belə ümumən götürəndə kəffarə görürük, tətbiq olunan həcc cəzası görürük ki, kimə ki tətbiq olunur, onun günahı üçün kəffarədir. Və sonra İmam Əhməd rahimehullah 3-cü qismi qeyd edir. Deyir ki, وَمَنْ لَقِيَهُ مُسِرًّا غَيْرَ تَائِبٍ مِنَ الذُّنُوبِ الَّتِي قَدْ اسْتَوْجَبَ بِهَا الْعُقُوبَةِ. 3-cü qism kimdir? O kəs ki, cəzaya və ya əzaba haqq qazandıracaq bir günahı işləyib, tövbə etməyib və o günah üzərində israr edib və bu cürdə Allaha qovuşub. 3-cü qism. فَأَمْرُهُ إِلَى اللّٰهِ. Onun işi qalıb Allaha. İnşəə əzzəbə və inşəə qəfərələh. İstəsə bağışlayar və istəsə ona əzab edər. Və ona görə bir hədisdə Peyğəmbər qeyd edilir ki, Allah Rasulü sahabələrə dedi ki, mənə beyyət edin ki, Allahdan başqasına ibadət etməyəcəksiniz. Bunun üzərinə mənə beyyət edin. Zina etməyəcəksiniz. Bunun üzərinə mənə beyyət edin. Oğurluq etməyəcəksiniz. Bunun üzərinə mənə beyyət edin. Kim əhdinə vəfalı olsa, əcri Allahadır. Yəni, bu asiliklərə mübtala olmasa. Lakin, kim bu asiliklərdən birinə mübtala olsa və ona həcc cəzası tətbiq olunsa, bu onun günahının kəffarəsidir. Kim də həcc cəzası ona tətbiq olunmasa,
və Allah onun o günahını insanlardan gizləsə, çünki insan ola bilsin günah edir, insanlar bilmir və hədd cəzası da tətbiq olunmayıb və tövbə də etməyib. Allah Rasulü aleyhissalatu vesselam buyurur ki, hədisdə onun işi qalıb Allaha. İstəsə onu bağışlayar, istəsə əzab edər. Və bu bizimlə xavarizlər arasında, Mu'təzilə arasında olan fərqlərdəndir. Çünki əhl-i sünnəyə görə böyük günah sahibləri, onların bir bu dünyadakı hökmləri var, bir də axirətdəki. Onların bu dünyadakı hökmləri nədir? Onlar naqis imana sahib müsəlmandırlar. Və ya imanları ilə mömin və asilikləri ilə fasiq idilər. Lakin İslam dairəsindən çıxmırlar. Kafir olmurlar. Yəni əhl-i sünnə xavariclər deyiblər ki, böyük günah sahibi və ya böyük günah üzərində israr edənin bu dünyadakı hökmü nədir? Kafirdir. Mu'təzilə nə deyib? Mu'təzilə deyib ki, mənzilə beynəl mənzilətəyn. Yəni, iki məqam arasında bir yer. Yəni, bu dünyada Mu'təzilə deyib ki, onlar nə kafir deyirlər, nə də müsəlman deyirlər. Bu öləndə harada basırılacaq? Üçüncü qəbristanlıq yoxdur. Ya müsəlman qəbristanlığıdır, ya da kafirlərin qəbristanlığı. Lakin xavariclərlə Mu'təzilə onların uxravi hökmlərində birləşiblər. Deyiblər ki, əbədi cəhənnəmli idilər. Böyük günah sahibi, tövbə etmədən, o günah üzərində israr edərək Allaha qovuşsa və hədd cəzası da tətbiq olunmayıb. Yəni, üçüncü qisim İmam Əhmədin qeyd etdiyi, Mu'təzilə və xavariclərə görə bu cür insan əbədi cəhənnəmli idi. Əhl-i sünnəyə görə bu cür insan fəəmruhu ilallah. Əqidə budur, qayda budur. İnşəə əzzəbə və inşəə qəfərələ. İstəsə bağışlayar, istəsə əzab edər. Deməli, onun uxravi hökmü nədir? Təhtə məşiyyətillah. Allah azza və cəllənin istəyi altındadır. Və bunun dəlili nədir? Dəlilləri çoxdur. Dəlillərindən birisi və in taifətani minəl mu'mininə qtətəlu fəəsluhu beynəhumə. Möminlərdən iki dəstə bir-birləri ilə savaşsalar. Təbii ki, iki dəstə bir-birləri ilə savaşırsa, bu bunu öldürür, bu bunu öldürür. Allah azza və cəllə bir-birlərinin başını vuran iki dəstəyə nə dedi? Və in taifətəni minəl mu'minin. Möminlərdən iki tayfa. Deməli, onların o asilikləri, hətta desək ki, o iki dəstədən biri haqlıdır, biri haqsızdır. Onları iman dairəsindən çıxartdı, çıxartmadı. İman dairəsindən çıxartmadı. Və bu kimi nə qədər dəlillər. Və son olaraq İmam Əhməd rahiməhullah deyir ki, böyük günah sahiblərinin hallarını qeyd edəndən sonra وَمَنْ لَقْيَهُ مِنْ كَافِرٍ عَذَّبَهُ وَلَمْ يَغْفِرْ لَهُ. Və kim kafir olaraq Allaha qovuşarsa, Allah onu bağışlamayacaq və mütləq olaraq ona əzab edəcək. Niyə? Uca Allah buyurur ki, İnnehu men yüşrik billah fəqad harramallahu aleyhil cənnə. Kim Allaha şərik qoşsa, Allah azza və cəllə ona cənnəti haram edib. Baxma ki, ayə müşriklər barədə gəlib, kafirlər də bu ayənin hökmünə girirlər, girmirlər. Girirlər. Niyə? Çünki hər müşrik həm də kafirdir. İnna Allaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Allah azza və cəllə ona şərik qoşulmasını bağışlamaz. Və bundan kənar asilikləri istədiyi quluna bağışlayar. İstədiyi quluna. Yəni biz deyəndə ki, bir insan ki, bu dünyada asilik üzərində israr edib, tövbə də etməyib, hədd də tətbiq olunmuyub və bu cür ölüb. Yəni biz deyəndə ki, onun işi Allaha qalıb, istəsə bağışlayar. Yəni ola bilərmi ki, o cəhənnəmdə əzab çəkmədən cənnətə girsin? Bəli. Niyə? Çünki günahın kəffarəsi tək hədd cəzası deyil axı. İnsan bu dünyada elə bəlalara mübtala ola bilər, xəstəliklərə və s. Səbr edər. Asiliklərinə kəffarə olar. Övladını itirər, səbr edər. Asiliklərinə kəffarə olar. Qəbir sıxıntısı, axirətdə çəkəcəyi sıxıntı,
sıratda və s. hamısı ola bilsin, onun üçün kəffarə olar. Aydındır. Lakin nə üçün həcc cəzası burada xüsusən qeyd olunub, kəffarə kimi? Çünki digər günahlara kəffarə olan növlər qeybi olan növlərdir. Bu isə yox. Zahirdə görünür. Yəni, ola bilsin ki, bir insan nə qədər asilikləri var, lakin Allah Azza və Cəllə 2 övladını əlindən alıb, buna elə səbr edib ki, Allah Azza və Cəllə bütün asiliklərini o səbrinə görə silib. Bu qeybi məsələdir ya yox? Bunu bilə bilmirik axı. Ona görə bunu qayda olaraq gətirə bilmirsən. Amma həcc cəzasını deyə bilirsən. İnsan bir günah işləyib, oğurluq edib, o oğurluğuna görə də həcc cəzasını tətbiq ediblər. Bunu deyə bilirsən ki, hə, bu cəza bunun kəffarəsidir. Amma digər kəffarə növləri qeybi olduğuna görə deyə bilmirik. Və buna nə qədər dəlillər var? O qadın ki, zinakar qadın, çarığının, ayaqqabısının içində susuz heyvana su verməsi, Allah Azza və Cəllə ona görə onu bağışlayır, bağışlamadı, bağışladı. Zinakar qadın idi. Və hamı da bilirdi ki, o zinakardır. Qapısında bayraq asılmışdı. Lakin bu hər heyvana rəhm edən, su verənə aiddir. İbn Teymiyyə rəhməhullah bu hədisi şərh edəndə gözəl qeyd edir. Deyir, burada biz bu məsələnin zahirinə baxmırıq. Sadəcə olaraq biz onu deyirik ki, həmin zinakar qadın o əməli edəndə onun qəlbi elə bir halda idi ki, Allahdan umduğu rəhməti o əmələ elə bağlamışdı ki, o əməlinə görə Allah Azza və Cəllə onun bütün günahlarını bağışlamışdı. O ehsan, yəni mən samə Ramazana imanən və ihtisab, ihtisab var ama budur. Ona görə kim Ramazan orucunu imanla və savabını Allahdan ummaq qəsdi ilə bu niyyətlə tutarsa, ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, müminin niyyəti əməlindən xeyirlidir. Bu hədisin mənası budur. Aydın oldu. Və son olaraq bir şey də qeyd edeyim və ona da tamamlayaq dərsi. Biz bayaqlar dərsdə qeyd etdik ki, ayə gətirdik ki, İnnallaha yaghfiruz-zunube cəmi'a. Allah Azza və Cəllə bütün günahları bağışlayır. Və sonra qeyd elədik ki, İnnallaha la yaghfiru an yushraka bihi. Allah Azza və Cəllə ona şərik qoşanı bağışlamır. Zahirən ayələrdə tanaqud görünür, ziddiyyət. Bir ayədə deyir ki, yaghfiruz-zunube cəmi'a. Bütün günahları bağışlayır. Amma bir ayədə buyurur ki, la yaghfir, yəni şirk edəni bağışlamır. Burada ziddiyyət var, ziddiyyət yoxdur. İnnallaha yaghfiruz-zunube cəmi'a. Allah Azza və Cəllə bütün asilikləri bağışlayır, o bu dünyaya aiddir. Yəni bu dünyadakı tövbəyə bağlı olan məğfirətdir. Yəni bu dünyada tövbə bütün günahlara açıqdır, tövbə qapısı. Yəni elə bir günah yoxdur ki, qul bu dünyada tövbə etsin və sən deyəsən ki, o günah bağışlanmasın. Yəni mütləq Allah Azza və Cəllə qiyamət günü o qulunu bu günahına görə əzab versin. Bunu deyən alimlər olub. Sahabələrdən deyən olub İbn Abbas radiyallahu anhu. Hansı günah barədə? Məhz bilərək mömini öldürən barədə. Bilərək müsəlmanı öldürən barədə. Bunu deyiblər bəzi alimlər. Deyiblər ki, müsəlmanı bilərək düşmənlik üzərində, xəta üzərində yox, bilərək öldürənin tövbəsi qəbul deyil. Nə mənada? Yəni qiyamət günü mütləq axirətdə əzab çəkəcək, mütləq. Lakin əhl-i sünnətin cümhuru deyib ki, hətta müsəlmanı bilərək öldürmək, bu günah belə tövbə qapısına açıqdır. Və dəlillər çoxdur, dəlillərdən birisi də bu ayədir. İnnallaha yaghfiruz-zunube cəmi'a. Heç bir günahı Allah Azza və Cəllə istisna etməyib.
Və bu ayənin hökmü bu dünyaya aid. Yəni bu dünyada bütün edilən asiliklərə, edilən tövbələri Allah Azza və Cəllə qəbul edir. Lakin o ayə ki var, Allah ona şərik qoşanı bağışlamayacaq, yəni axirətdə. Yəni axirətdə qul hansısa bir günahla Allahın huzuruna gələ bilər, Allah Azza və Cəllə əzab vermədən rəhməti ilə onu bağışlaya bilər. Lakin müşriki bu dünyada ona şərik qoşanı bağışlamayacaq. Niyə görə? İnnehu men yushrik billah faqad harramallahu aleyhil cənnə. Çünki Allaha şərik qoşana Allah Azza və Cəllə cənnəti haram edib. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.